Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Sizinlə FES Akademinin kurikulum təlimçisi Pəri Firud qızı. Bu günlərim sizlərə Yeni Time vəsaitindən Test Bankı 2026-dan birinci fəsildə təhsilə aid sənədlər mövzusundan etik davranış qaydaları, dövlət standartları, fən kurikuluma aid əsas terminlərin təsviri mövzusu ilə bağlı sınağın izahına baxacağıq. Gəlin elə vaxt itirmədən birinci sualımızla başlayaq. İlk sualımızda təhsil alanın vəzifələrini istəyir bizdən. Təhsil alanın vəzifələrini seçin. Seçək. Dövlət, cəmiyyət, ailə özü qarşısında öz məsuliyyətini dərk etməsi, bəli, şagirdin vəzifəsidir deyə bilərik. Etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək, təhsil alanın şərəf və ləyaqətinə hörmətlə yanaşmaq, müəllimin, yəni təhsil verənin vəzifəsidir. 2. Bizim sualımızın cavabına aid deyil. 3. Təhsil alanın fiziki və psixoloji zorakılığın bütün formalarından qorumaq və zərərli vərdişlərdən çəkindirmək, təhsil alanların təhlükəsizliyi ilə sağlamlığın mühafizəsində iştirak etmək. Bu da eyni zamanda təhsil verənin vəzifəsidir. Bizə lazım deyil, sualın şərtinə əsaslanmır. Təhsil müəssisəsinin nizamnaməsinin tələblərini, daxili intizam qaydalarına əməl etmək, bəli, şagirdlərin vəzifəsidir. Yəni, təhsil alanın vəzifələrindən biridir. Məktəbin qayda qanunlarına tabe olması. 5. Valideynlərlə əməkdaşlıq etmək, təhsil alanın təlim nailiyyəti barədə valideyni məlumatlandırmaq. Təbii ki, bu da müəllimə aiddir, müəllimin vəzifəsidir. 5-də bizə lazım deyil. Sağlam həyat tərzi keçirmək şagirdlərin vəzifəsidir. Bizə aid olan, yəni sualın şərtinə təhsil alanın vəzifələrini seç deyir. Seçdikdə 1, 4, 6 bizim sualın cavabıdır. 1, 4, 6-nı biz A variantında görürük. 2. Müəllim valideynlərlə ünsiyyət zamanı baş vermiş anlaşılmazlığı şagirdə biruzə verir. Hətta bu hal şagirdin nailiyyət qiymətləndirilməsinə də təsir edir. Müəllim etik davranış prinsiplərindən hansının tələbini pozmuşdur? Burada yəni müəllim işinə qarşı qərərsiz yanaşmır. Qərərsizlik prinsipini müəllim bu halda pozmuşdur. Sualın cavabı olacaqdır D variantı qərərsizlik prinsipi. 3-ə baxaq, doğru fikri müəyyən edin. Edək. Təhsil proqramında müxtəlif fənlər üzrə ümumi təlim nəticələri əks olunur. Doğrudur. Fən kurikulumda standartlar müəllimə hazır şəkildə təqdim olunur. Yanlışdır. Summativ qiymətləndirmənin əsas məqsədi müəllimin təlim fəaliyyətini müəyyənləşdirilməsinə xidmət etməkdir. Bu da yanlışdır. Müəllimlər istədiyi şəkildə ad standartda dəyişiklik apara bilərlər, apara bilməzlər. Yanlışdır. Məzmun xətləri dərsin təlim nəticələrinin ifadə formalarından biridir. Bu da yanlışdır. Doğru olanı istədi. Doğru olan ilə A variantı oldu bizdən. A variantıdır bu sualın cavabı. Daha sonra 4-cü suala baxaq. 4-də bizdən nəyi tələb edir? Müəllim dərs prosesində yeni mövzunu izah etsə də şagirdlərə biliklərin möhkəmləndirilməsi ilə bağlı heç bir tapşırıq vermir. Həmçinin şagirdlərin dərsi necə mənimsədiyini yoxlamır. Müəllim daha çox dərs prosesində özü danışır və şagirdlərin marağını nəzərə almır. Verilmiş situasiya ilə bağlı doğru fikri müəyyən edin. Yəni, müəllim burada daha çox özü danışırsa, şagirdlərə bir o qədər önəm vermirsə, şagirdin marağını nəzərə almırsa, deməli ki, burada şagird yönümlülük prinsipi pozulmur ilk olaraq. Baxaq variantları nə deyir bizə? Müəllim şagirdlərin maraqlarını nəzərə almamaqla bir neçə pedaqoji tələbi pozmuş olur. Doğrudur. Məsəl üçün, burada inkişaf yönümlülük, şagird yönümlü pedaqoji tələbləri pozulmuşdur deyə bilərik. Müəllim mədəni davranış etik prinsipinə əməl etmədiyi görünür. Xeyr, etik prinsipin burada pozulmasını biz deyə bilmərik. Bu yanlış olar. Müəllim vicdanlı davranış etik prinsipinə əməl etmədiyini müəyyənləşdirmək olar. Bəli, müəllim mövzunu keçir, amma onu möhkəmləndirmək üçün heç bir tapşırıq vermir. Yəni, uşaq nə dərəcədə mövzunu qavrayıbdır? Bunu yoxlamırsa, vicdanlı davranış prinsipini pozulmasıdır. Doğrudur. 4. Müəllim keyfiyyətli təhsil vermək hüququndan düzgün istifadə etmir. Keyfiyyətli təhsil vermək müəllimin hüququ yox, vəzifəsidir. Bu da yanlışdır. Bizdən doğru fikri istədi. Doğru olanlar 1 və 3 idi. 1, 3. Variantlarda 1, 3, B variantında görürük. Sualın cavabı olacaq B variantı. 5-ci suala baxaq. Hansı fikir doğrudur? Bölmə üzrə summativ qiymətləndirmənin həyata keçirilməsini məzmun xətti təmin edir. Yanlışdır.
Alt standart dövlət tələbi olduğundan müəllim fəaliyyətində onu əsas götürməlidir. Doğrudur, müəllim ümumiyyətlə alt standartda dəyişiklik edə bilməz. Çünki alt standart dövlət tələbidir. Bizdən doğru olanı istədi, elə doğru olan B variantı olacaqdır. 6-ya baxaq. Kurikulum ilə bağlı verilənlərdən hansı yanlışdır? Təhsil proqramı tərtib edilərkən diqqət etilməli məqamlardan biri şagirdin fərdi ehtiyaclarının nəzərə alınmasıdır. Doğrudur 1. Təhsil proqramı dövrün tələbinə uyğun baş verən yenilikləri məzmuna daxil etməlidir. Doğrudur. Təhsil proqramının məzmununun həyatla sistemli şəkildə əlaqələndirilməsi vacib məqamdır. Yəni inteqrasiyanı deyir burada, hər növ inteqrasiya. Bəli, bunu doğru götürə bilərik. Təhsil proqramının sabit olması onun tərtibinə verilən əsas tələblərdəndir. Sabit deyil axı, dəyişkəndir. Yəni bu ifadə yanlışdır. Sabit olması onun tərtibinə verilən əsas tələblərdəndir. Yəni təhsil proqramı sabit deyil, çünki biz dəyişirik, inkişaf edirik və dəyişkəndir təhsil proqramı. Yanlış olan D variantıdır. Təhsil proqramının əsas prinsiplərindən biri nəticə yönümlülükdür. Doğrudur. Yanlış olan D variantı oldu. Növbəti sualımıza keçirik. Bir müddətdir ki, şagirdin dərsə davamiyyətində qeyri-sabitlik müşahidə edilir. Müəllim bu halda məlumatlı olsa da heç bir tədbir görmür. Verilmiş situasiya ilə bağlı hansı fikir doğrudur? Şagird pedaqoji işçilərə hörmətlə yanaşmaq vəzifəsini, müəllim qərarsızlıq etik prinsipini pozur. Şagirdin burada pedaqoji işçilərə hörmətlə yanaşmasından heç bir fikir bildirilməyib də. Yəni ilk olaraq bir situasiyaya baxaq. Yəni şagird vaxtında dərsə gəlməlidir. Şagirdin vəzifələrindən biri odur ki, vaxtında dərsə gəlsin və verilən tapşırıqları da keyfiyyətli şəkildə yerinə yetirsin. Bu şagirdin vəzifəsidir. Biz bunu axtarmalıyıq variantlarda. A yoxdur. Şagird üzürsüz səbəblərdən dərsdən yayınma hallarına yol verməmək hüququnu pozur. Hüququ deyil. İfadə olaraq doğrudur, amma hüquq deyildir. Bu şagirdin vəzifəsidir. Ona görə doğru götürmürük. Daha sonra şagird dövlət təhsil standartlarına uyğun bilik bacarıq yiyələnmək hüququnu pozur. Müəllim loyallıq etik prinsipini pozur. Bu da ifadə yanlışdır. Şagird üzürsüz səbəbdən dərsdən yayınma hallarına yol verməmək vəzifəsini pozur. Baxın, burada doğru verilib. Müəllim vicdanlılıq etik prinsipini pozur. Doğrudur. Sualın cavabı olacaqdır D variantı. Növbəti sualımıza keçirik 8-ə. Sinifdə şagirdlər arasında konflikt yaranır. Müəllim konflikti müşahidə etsə də heç bir reaksiya vermir. Sanki belə olmalıymış kimi. Verilmiş situasiyada müəllimin davranışı haqqında nə demək olar? Müəllim təhsil alanının fəal vətəndaş mövqeyini formalaşdırmaq, müstəqil həyata hazırlamaq vəzifəsini yerinə yetirmir. Verilən situasiyada biz bunu deyə bilmərik. Yanlışdır. Müəllim məktəb rəhbərliyi və məktəb psixoloqu ilə əməkdaşlıq vəzifəsini yerinə yetirmir. Verilən situasiyadan bunu da demək olmaz. Çünki müəllim konflikti görübsə, ən azından ora bir uşaqlarla niyə konflikt yarandığını araşdırmalı idi. Yəni müəllim bunu etməli idi. C-yə baxaq. Müəllim təhsil alanının təhlükəsizliyini və sağlamlığın mühafizəsində iştirak etmək vəzifəsini yerinə yetirmir. Bəli, biz bunu deyə bilərik. Müəllim ən azından maraqlanmalı idi. Uşaqlar arasında niyə konflikt və reaksiya verməli idi də, belə deyək, reaksiya verməli idi buna. Müəllim pedaqoji etika və əxlaq normalarına əməl etmək vəzifəsini yerinə yetirmir. Yanlışdır. Bununla bağlı deyil situasiya. Müəllim valideynlərlə əməkdaşlıq etmək vəzifəsini yerinə yetirmir. Buna da aid deyil. Elə ən uyğun variant C variantı olacaqdır. Daha sonra 9-a baxaq. Doğru fikri istəyir bizdən. Fən kurikulumunda alt standartın dəyişməsi bilik və bacarıqların mürəkkəbləşməsindən asılı deyil. Yanlış ifadədir, asılıdır. Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsinə iştirak etmək təhsil verənin hüququdur. Hüququ yox, vəzifəsi olmalı idi. Yanlışdır. Tələb yönümlülük şagirdin gün ərzində dərsləri müəllimin izahatları və dərslikdən istifadəsi əsasında öyrənməsidir. Tələb yönümlülük müəllimlər burada yanlış verir ifadə. Yəni dövrün tələbatlarını nəzərə alaraq şagirdlərə dərsin mənimsədilməsidir. Yanlışdır bu. Müəllim təhsil qanununun tələbinə uyğun olaraq alt standartda dəyişiklik edə bilməz. Burada deyir edə bilər, yanlışdır. Edə bilməz. Tədris olunan mövzular şagirdlərdə tələb olunan bilik bacarıqları formalaşdırmaq üçün bir vasitədir. Bu da doğrudur. Bizdən doğru olanı istədi variantda Y variantını doğru olaraq götürə bilərik. Keçək növbəti sualımıza.
Cədvəl verir və cədvələ əsasən uyğunluğu istəyir və cədvəldə doğrudan doğru, yanlışdan yanlışı seçməyimiz lazımdır. Müəllim şagird və valideynlərlə ünsiyyət zamanı xoşagəlməz, zarafat, vulqar sözlərdən istifadə edir. Mədəni davranış tələbini pozub. Bəli, vulqar sözlərdən istifadə edirsə müəllim, mədəni davranış tələbini pozubdur. Doğrudur. Sinifdə ailə daxili problemi olan risk qrupu daxil şagird oxuyur. Buna görə müəllimin bu uşağa münasibəti mənfidir. İnsanların hüquq və azadlıqlarına hörmət prinsipi pozulub. Yanlış ifadədir bu. Burada müəllim şagirdlər arasında fərq qoyur da. Müəllim burada bərabər imkanları pozubdur. Yanlış ifadədir. 3-ə baxaq. Sinifdə şagirdlərdən 2 yaş böyük olan şagird hər kəsi məsxərəyə qoyur. Müəllim isə bu zaman şagirdlərə heç bir irad bildirmir. Mədəni davranış tələbinin pozulması bu yanlış ifadədir. Mədəni davranış deyil bu. Dəstəkləyici mühit pedaqoji tələbi burada pozulubdur. Müəllim məktəblər arası yarışlarda daim öz məktəbini tərifləməklə yanaşı, digər müəllimlərin və şagirdlərin savadsızlığından bəhs edir. Loyallıq tələbinin pozulması. Bəli, digər məktəbin müəllimləri, şagirdləri haqqında deyiriksə savadsızdır. Bu haqda danışırsa, loyallıq prinsipini burada müəllim pozmuş olur. Doğrudur. Bizə doğrudan 1 lazımdır, yanlışdan 3 lazımdır. 1, 3 cavabımız olacaqdır. A variantı. Keçid edək növbəti sualımıza. Uyğunluğu müəyyən edin, tapın. Mədəni davranış, loyallıq, ictimai etimad. Müəllim dərs zamanı şagirdlərin fərqli yanaşma və düşüncələrini qəbul etmir, öz fikirlərini şagirdlərə aşılamağa çalışır. Müəllim yenilənmiş dərslikləri bəyənmədiyini sosial şəbəkədə bildirir. Müəllim peşə nüfuzunu möhkəmləndirməyə borcludur. Müəllim peşə nüfuzunu möhkəmləndirməyə borcludur, ictimai etimadda. Müəllim yenilənmiş dərslikləri bəyənmədiyini sosial şəbəkədə bildirirsə, burada pozmuş oluruq loyallıq prinsipini. Müəllim dərs zamanı şagirdin fərqli yanaşma düşüncələrini qəbul etmir, öz fikirlərini şagirdlərə aşılamağa çalışırsa, bu zamanda mədəni davranışı pozmuş oluruq. İndi biz 1A, 2B, 3C. Hansı variant uyğundur? Y variantı. 1A, 2B, 3C. Bəli, Y variantı bizim sualımızın cavabı olacaqdır. Daha sonra növbəti suala. Müəllim dərsdə müharibə zamanı insan hüquqlarının pozulması ilə bağlı debat təşkil edir. Bu situasiyada müəllim şagirdlərdən hansı səriştəni formalaşdırır və pedaqoji prosesin təşkilində verilmiş tələblərdən hansını reallaşdırır? Bu situasiyada insan hüquqlarının pozulmasından söhbət açılır. Daha sonra debat təşkil edilir. Biz burada deyə bilərik ki, müharibə zamanı, yəni demokratiya, insan hüquqlarına hörmət prinsipi, eyni zamanda da şəxsiyyət yönümlülüyü prinsipini müəllim şagirdlərdə formalaşdırmağa çalışır. Cavab olacaq Y variantı. Daha sonra növbəti sualımıza keçid edək. Növbəti sualımız 13-cü sual və uyğunluğu istəyir cədvələ görə. Doğrudan doğru, yanlışdan yanlış. Təsvirlənən sosial media hesablarının da onun və işlədiyi müəssisənin adına xələl gətirən video materiallardan təsvirlər paylaşmamalıdır. Doğrudur. Müəllim vəzifə funksiyasının icrası zamanı insan hüquqlarına, demokratik prinsiplərə əməl etməlidir. İctimai etimad prinsipi yanlışdır bu. Bu qanunçuluq prinsipinə aiddir. Müəllim peşə fəaliyyəti zamanı müəllim adına, nüfuzuna, eləcə də təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir. Loyallıq prinsipi doğrudur. Müəllim təhsil alanlara qarşı xeyirxah və təmkinli olmaqla tənqidi fikirləri qəbul etməklə qərarsızlıq prinsipinin tələbini qoruyur. Bəli, bu da doğrudur. Daha doğrusu burada mədəni davranış olmalıydı. Yanlışdır bu. İndi biz doğrudan 1'i götürdük, yanlışdan 4'ü götürdük. 1, 4 cavabımız olacaqdır. D variantı. D variantı. Daha sonra 13-cü suala baxaq. Yanlış fikri müəyyən edin deyir bizə. Rəhbərliyin qanuni göstərişləri müəllim tərəfindən yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur. Doğrudur.
Etik davranış qaydalarını pozduğu üçün əmək müqaviləsindən xitam vermiş müəllim bir daha pedaqoji fəaliyyətlə məşğul ola bilməz. Bir daha deyir müəllimlər, bu yanlış ifadədir. Etik davranış pozduğuna görə müəllimin işinə 1 il müddətində xitam verə bilər. Yəni 1 il olmalı idi burada. 1 il müddətində pedaqoji fəaliyyətdən uzaqlaşdırılır. Daha sonra isə pedaqoji fəaliyyətinə davam edə bilməz. Amma burada deyir, bir daha müəllim pedaqoji fəaliyyətlə məşğul ola bilməz. Bu yanlış fikirdir. 14-də B variantı olacaq. Daha sonra 15-ci sual cədvələ əsasən uyğunluğu müəyyənləşdirin. Doğrudan doğru, yanlışdan yanlış bizə lazımdır. Məzmun xətti mənimsənilməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətinin konkret bir səviyyəsidir. Yanlışdır. Ümumi təlim nəticəsinin tərifidir bu. Məzmun xəttinin tərifi deyil. 2-yə baxaq. Məzmun standartı. Biz buna alt standart da deyə bilərik. Şagirdin bilik bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir. Doğrudur. Təlim nəticələrini həyata keçirmək üçün müəyyənləşdirilmiş məzmunun zəruri hissəsi məzmun xəttidir. Aha, yanlışdır bu da. Daha doğrusu doğrudur, üzr istəyirəm. Məzmun xətti tədris iyerarxiyası olub, sinifdən sinifə keçdikcə dəyişə bilər. Məzmun xətti dəyişilirmi? Xeyr, məzmun xətti dəyişilə bilməz. 1-ci sinifdə hansı məzmun xəttidirsə, 11-ci sinifə qədər eyni məzmun xətti ilə gedirik. Bəs dəyişən hansıdır sinifdən sinifə? Əlbəttə ki, alt standartdır. Bu da yanlış oldu. İndi biz doğrudan 2-ni götürdük, yanlışdan 4-ü götürdük. 2 və 4 cavab olacaqdır B variantı. Daha sonra növbəti suala baxaq. Növbəti 16-cı sualımız bizdən nəyi tələb edir? Cədvələ əsasən uyğunluğu müəyyən edin. Doğrudan doğru, yanlışdan yanlış. Müəllim tədbir hazırlayarkən milli geyimlərdən istifadə etməyi şagirdlərə tapşırır. Milli geyimlərdən istifadə etməklə şəxsiyyət yönümlülüyü, eyni zamanda da milli kimliyin dərki, milli iftixar hissini aşılamış oluruq şagirdlərə. Doğrudur. Müəllim sinifə yeni gəlmiş şagirdləri nəzərə alaraq buzqıran strategiyasından istifadə edir. Müstəqil öyrənmə, şagird yönümlülük. Buzqıran strategiyasının istifadə edilməsi dəstəkləyici mühitin yaradılmasına aiddir. Yanlış ifadədir bu. Müəllim şagirdlərə problemin həlli üçün orijinal yollar təklif edən layihə hazırlamağı tapşırır. Yaradıcılıq, şagird yönümlülük doğrudur. Müəllim şagirdə esse yazarkən bir neçə mənbədən istifadə etməsini tapşırır. Əməkdaşlıq, şagird yönümlülük. Bu da yanlışdır. Burada əməkdaşlıq deyil, tənqidi təfəkkürün inkişafı olsaydı daha doğru olardı. Yanlışdır. Biz doğrudan 1-i götürdük, yanlışdan 4-ü götürməliyik. 1-4. Cavab olacaq A variantı. 17-ci suala baxaq. Müəllim qrup işi zamanı qaydalar müəyyənləşdirir. Aha, qrup işimiz var. Qrup işində iş bölgüsü şagirdlərin özləri tərəfindən təşkil edilməsinə şərait yaradır və heç bir müdaxilə etmir. Bu situasiyada müəllim şagirdlərin hansısa işlərini formalaşdırır və pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən hansını reallaşdırmış olur. Yəni qrup işi varsa müəllimlər, biz deyə bilərik ki, burada əməkdaşlığı müəllim şagirdlərdə inkişaf etdirir. Qrup işində eyni zamanda iş bölgüsü şagirdlər özləri tərəfindən ayırd ediləcəksə, burada ünsiyyət də quracaq uşaqlar və baxaq variantlara. Tənqidi təfəkkür, yaradıcılıq, məsələn burada əməkdaşlıq yoxdur. Əməkdaşlıq var B variantı, amma rəqəmsal savadlılıq situasiyada inkişaf etdirilmir. Yanlışdır. C variantı da eyni zamanda demokratiya, insan hüquqlarına hörmətdən bəhs etmir burada. Ünsiyyət var, tənqidi təfəkkür də inkişaf etdirilmir. Əməkdaşlıq, ünsiyyət və şagird yönümlülük. Cavab olacaqdır Y variantı. Daha sonra 18-ə baxaq. 18-də nə deyir? Universitetin yataqxanasına müxtəlif ölkələrdən olan bir qrup tələbə gəlir. Xarici vətəndaşlar var, müxtəlif ölkədəyir. Yeni gələn tələbələrin bayramlara, geyimə və qidaya münasibəti digərlərindən fərqlənir. Digər tələbələr də bu fərqləri anlayışla qarşılayır və onlarla ünsiyyət qurmaqdan məmnun olduqlarını açıq şəkildə göstərirlər. Bu davranış onların hansı səriştəyə malik olduğunu göstərir. A variantı. Fərqli mədəni xüsusiyyətə və dəyərlərə anlayışla yanaşmağı bacarır. Bəli, biz bunu deyə bilərikmi situasiyadan? Bəli. Mədəni müxtəlifliyi açıqdır şagirdlər. Cavabımız olacaqdır elə A variantı. Daha sonra digər varianta baxaq. Sinifdə şagirdlərdən biri davamlı şəkildə digər iki yoldaşı tərəfindən incidilir.
Müəllim bu halı müşahidə etdiyinə baxmayaraq heç bir tədbir görmür. Düşünür ki, bu işlə məşğul olmaq vaxt itkisinə səbəb olacaq və əsas diqqətini dərs keçməyə yönəldir. Yəni müəllim burada dəstəkləyici mühiti pozmuşdur müəllimlər. Baxaq variantlarda nə deyir? Doğru olanı istəyir bizdən. Müəllim pedaqoji tələblərdən təhsildə bərabər imkanların yaradılması tələbini pozmuşdur. Daha doğrusu dəstəkləyici mühit versəydi, bu doğru hal olardı. Yanlışdır bir. Müəllim təhsil alanı müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq vəzifəsini yerinə yetirmir. Yanlışdır. Müəllim şərəf və ləyaqətinə hörmətlə yanaşmaq hüququndan istifadə etmir. Hüquq deyil, hüququndan istifadə etmir. Yəni bu yanlışdır. Ümumi pedaqoji tələblərin fəaliyyətini stimullaşdırma tələbi pozmuşdur. Yanlışdır. Pedaqoji tələblərdən dəstəkləyici mühitin yaradılması tələbi pozulmuşdur. Bəli, dəstəkləyici mühiti əvvəldə də dedim, yəni bu pozulubdur. Müəllim təhsil alanının fiziki və psixi zorakılığın bütün hallarından qorunmalıdır, vəzifəsini yerinə yetirmək. Bu da doğrudur. 5-6 doğrudur və bizim cavabımız da olacaqdır D variantı. Növbəti sualımıza baxaq. Hansı variantda uyğunluq pozulmuşdur? A variantı. Müəllim sosial mənşəyinə görə təhsil prosesinin iştirakçılarına fərq qoymamalıdır. Qərarsızlıq prinsipi qarşı tərəfdə də bunun doğru olduğunu deyir. Doğrudur, doğrudur. Müəllim bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Qanunçuluq deyil, vicdanlılığa aiddir bu. Qarşı tərəfdə də bunun yanlış olduğunu deyir. 2 plus var, 2 minus var. Bunlar düzdür. Müəllim etik davranış qaydalarını pozduğu halda tez bir zamanda aradan qaldırmalıdır. İctimai etimadlı qarşı tərəf bunun doğru olduğunu deyir. D variantında müəllim vəzifəsinə aid olmadığı hallarda dövlət orqanlarının fəaliyyəti ilə əlaqədə tənqidi ictimai mülahisələrdən çəkinməlidir. Qarşı tərəf bunun loyallıq olduğunu deyir, doğrudur və yanlış verilibdir. Baxın, artıq burada uyğunluq pozulubdur. Təhsil verən təhsil müəssisəsinin nüfuzunu, öz adını uca tutmağa borcludur. İctimai etimad doğrudur. Qarşı tərəf də bunun doğru olduğunu təsdiqləyir. Bir plus, bir minusumuz var. D variantında uyğunluq pozulubdur. Daha sonra növbəti variantımıza baxaq. 21-ci sualda nə deyir? Müəllim şagirdin son zamanlar dərsə gecikməyi ilə bağlı valideynlə əlaqə saxlamış və müəyyən məlumatlar əldə etmişdir. Şagirdlər təşkil etdiyi iclasda bu məsələyə müzakirəyə çıxarılmışdır. Müəllim etik davranış qaydalarından hansını pozmuşdur? İnsan hüquq azadlıqlarına hörmət. Çünki müəllim burada məxfiliyi təmin etməli idi, amma məxfiliyi, konfidensiallığı müəllim burada qorumayıb deyə cavab olacaqdır B variantı. Daha sonra növbəti sualımıza baxaq. 22-ci sualda uyğunluq gözlənilmişdir deyir. Təhsil prosesinin təşkili və idarə olunmasında iştirak etmək. Təhsil alanının hüququ, şagird yönümlülük yanlış. Doğrudur, qarşı tərəf amma bunu təsdiqləmir. Bizə isə uyğunluq gözlənilmişdir deyir. 2-yə baxaq. 2-də nə deyir? Təhsildə yoldaşları ilə əməkdaşlıq etmək. Təhsil alanının hüququ. Hüququ deyil, yenə də vəzifəsidir. Yanlışdır bu. Təhsil alanının vəzifəsidir. Qarşı tərəf bunun doğru olduğunu deyir. Burada da uyğunluq pozulubdur. Şagirdlərdə fəal vətəndaş mövqeyi formalaşdırmaq təhsil verənin vəzifəsidir. Doğrudur. Şəxsiyyət yönümlülükdür. Doğrudur. Qarşı tərəf bunun doğru olduğunu deyir. Təhsil alanının fiziki və psixi zorakılıqdan qorunmaq yenə də təhsil verənin vəzifəsi, eyni zamanda da inklüzivliyə daxildir. Qarşı tərəf bunun doğru olduğunu deyir. Burada 3 və 4-də uyğunluq gözlənilmişdir. Cavab olacaq Y variantı. Daha sonra növbəti sualımıza baxaq. Uyğunluğu müəyyənləşdirin. Şagird yönümlülük, inkişaf yönümlülük, pedaqoji prosesin tamlığı. Şagirdlərin təhsil tələbatlarının ödənilməsi onların istedadlarının reallaşmasına yönəlir. İstedadı reallaşdırırsa şagird yönümlülüyü olar. Cavab 1-ə A-nı qeyd edək. Qələmim yazsam. Pedaqoji prosesin təlimində məqsədləri kompleks şəkildə həyata keçirir. Pedaqoji prosesin tamlığına aiddir. Şagirdin təhsil nailiyyətinin təhlilindən alınan nəticələr əsasına perspektiv etibar edən tədbirlərin həyata keçirilməsidir. İnkişaf yönümlülüyə aiddir. 1A, 2C, 3B. 1A, 2C, 3B. Cavab olacaq B variantı. Daha sonra növbəti sualımıza baxaq.
Növbəti 24-cü sual nədir bizə? Müəllim şagirdlərə esse yazmağın strukturunu öyrətməyi hədəf qoyur və lövhədə 5 fərqli mövzu adını qeyd edərək şagirdlərə bildirir. Hər kəs özünə maraqlı gələn mövzu haqqında esse yazsın. Bu vəziyyət müəllim ümumi təhsilin təşkilinə dair ümumi pedaqoji tələblərin hansına əməl etmiş olur? Müəllim burada belə deyim, şagirdlərin şagird yönümlülüyü qorumuşdur. Şagird yönümlü pedaqoji tələbinə riayət eləmişdir ilk olaraq. Baxaq variantlara. A variantı: təlim prosesində məqsəd, məzmun və fəaliyyət bir-biri ilə əlaqəli şəkildə qurulmasına, şagirdlərin idraq bacarığının mərhələli şəkildə inkişaf etdirilməsinə, bütün şagirdlər üçün eyni şərtlərin təmin olunmasına, şagirdlərin özlərinin rahat və təhlükəsiz hiss etdikləri mühit formalaşmasına, şagirdin maraq, meyil və fərdi seçimlərinə əsaslanmasına. Biz verilən situasiyaya uyğun olaraq Y variantını seçə bilərik. Çünki müəllim burada bir neçə mövzu verməklə şagirdlərin maraq dairəsini və şagirdin özü də hətta hansını yazmaq istəyirsə, o mövzu ilə bağlı esse yaza bilər. Yəni şagirdin marağın, meylin nəzərə alırıq, fərdi seçimləri qorumuş oluruq. Cavab olacaq Y variantı. Daha sonra növbəti sualımıza baxaq. Məktəbdə nüfuzlu müəllim olan Sevinç müəllim haqqında sosial şəbəkələrdə əsassız iddialar yayılır. Bəzi valideynlər narahatlıq keçirir və məktəb rəhbərliyinə müraciət edirlər. Müəllim vəziyyəti sakit qarşılayır, valideynlərlə açıq görüş təşkil edir və şəffaf şəkildə izahat verir. Sonda valideynlər onun dürüstlüyünə daha da inanırlar. Bu halda etik davranış qaydalarından hansı prinsip qorunur? Bu halda müəllimlər ictimai etimad, yəni müəllim öz adını, nüfuzunu daha da ucaltmağa çalışır. Cavab olacaqdır ictimai etimad, C variantı. Daha sonra müəllimlər baxaq növbəti sualımıza. Müəllim şagirdlərin potensialını müəyyənləşdirmək məqsədi ilə fərqli düşünmə və yanaşma tərzinə uyğun tapşırıq təqdim edir. Müəllim bu zaman hansı pedaqoji tələbi reallaşdırma tələb olunur? Baxın, bizə deyir, şagirdlərin potensialını müəyyənləşdirir, şagirdin fərqli düşünmə, yanaşma tərzinə uyğun tapşırıq verirsə, müəllim burada hər bir şagirdi nəzərə alır. Şagird yönümlülüyü daha çox ön planda tutmuşdur deyə bilərik. Cavab olacaq B variantı. Daha sonra 27-ci sualımıza baxaq. Nədir 27-ci sualda? Paraolimpiya oyunları haqqında təqdimat edən şagird sonda hər kəsin idmanla məşğul olmaq haqqı var fikrini səsləndirir. Bu situasiyaya görə müəllim şagirddə hansı səriştəni formalaşdırılmış və pedaqoji prosesin hansı tələbini reallaşdırmışdır? Yəni paraolimpiya oyunlarından iştirak edirsə şagird, burada inklüzivlikdən biz danışa bilərik paraolimpiya oyunlarında. Eyni zamanda da hər kəs idmanla, yəni hər kəsin hüququdur, haqqı var ki, idmanla məşğul olsun. Demokratiya, insan hüquqlarına hörmət prinsipi burada qorunmuşdur. Cavab olacaq A variantı. Daha sonra növbəti suala keçid edək. Müəllim valideynlə ünsiyyət zamanı baş vermiş anlaşılmazlığı şagirdə büruzə verir. Hətta bu hal şagirdin nailiyyətinin qiymətləndirilməsinə də təsir edir. Müəllim bu halda hansı etik davranış qaydasını pozmuşdur? Müəllim belə olan halda qərarsızlıq prinsipini pozmuş sayılır. Səhv eləmirəmsə bu sual var idi. Təkrar olaraq qarşımıza çıxdı yenə də. 29-cu suala baxaq. Aşağıdakı fikirlərdən hansı yanlışdır? İbtidai təhsil səviyyəsində sərbəst təhsil alma formasından istifadə olunması mümkündür. Mümkündür. Təhsil alan və təhsil verən məktəbin daxili nizamnaməsinə tələb etməlidirlər. Bəli, hətta bura valideynlər də əlavə eləmək olar ki, valideyn, şagird, müəllim məktəbin qoyduğu qayda qanunlara riayət eləməlidir. Ümumi təhsil pilləsinin istənilən səviyyəsində təhsil alan hər bir şagird psixoloji yardım ala bilər. Doğrudur. Şagird summativ qiymətləndirmənin nəticələrindən narazı qaldığı halda yenidən qiymətləndirməsini tələb edə bilər. Bəli, bu şagirdin hüququdur. Təhsil alanlar ən azı ildə bir dəfə bilik yarışına və ya olimpiyada iştirak etməlidirlər. Bu yanlış ifadədir. Yəni şərt o deyil ki, şagird bilik yarışında, olimpiyada iştirak etsin. Baxın, sinifimizdə nə qədər şagirdlər var. Bunların hər biri gedir il ərzində bilik yarışında və ya olimpiyadalarda iştirak edirmi? Xeyr. Ona görə də yəni biz bu ifadəni doğru hesab edə bilmərik. 30-cu suala baxaq. Uyğunluğu müəyyən edin. Alt standart məzmun xətti. Təlim nəticələrini reallaşdırmaq üçün müəyyənləşdirilmiş məzmunun əsas hissəsidir.
Təhsil səviyyəsi üzrə dəyişməz olaraq qalır. Şagirdin bilik bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir. Fənnin əsas istiqamətini, məzmunu müəyyənləşdirən ana xəttdir. Siniflər üzrə summativ qiymətləndirməsinin aparılmasına təmin edir. Summativ qiymətləndirmə aparılmasına təmin edir alt standart müəllimlər. Ana xəttir, lemotivdir, dəyişməzdir, məzmun xəttinə aiddir. Şagirdin bilik bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir, alt standartdır. Təhsil səviyyəsi üzrə dəyişməz olaraq qalır, məzmun xətti. Təlim nəticəsini reallaşdırmaq üçün müəyyənləşdirilən məzmunun əsas hissəsidir, məzmun xətti. Burada qeyd edək. İndi baxaq. 1-ə daxil oldu, C, Y variantlarda baxaq, harda var? 1-də C. 2-də isə A, B, D. 1-də C, Y, 2-də A, B. Bu isə cavabımız A variantı ilə uyğunluq təşkil edir. Daha sonra növbəti sual, yekunlaşdırdıq artıq, növbəti sualımız yoxdur. Bu qədər müəllimlər. Sizlər üçün faydalı oldusa bu izah, rəy bölməsində fikirlərinizi yazmağı unutmursunuz. Sağ olun, salamat qalın.